Deməli, burada sadəcə təqdim edilmiş qraf üçün qonşuluq matrisləri tərtib olunarsa, sıfırların sayı neçə olur? Gəlin sıfırların sayını tapmaq üçün əvvəldə ümumi xanalarımızı tapaq ki, nə qədər? Burada bunları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənəsi buradadır. İçərini də saymalıyıq. 16, 17, 18, 19 və 20 dənə. 20 dənədirsə, mən xananı sayanda, məsəl üçün, normalda cədvəldə nə olur? 1, 2, 3 dənə, məsələn, rəqəm isə, bu biri hissəsində də bu şəkildə 1, 2, 3. Bu hissəni birləşdirdikdə, bax, belə bu şəkildə sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni, bütün vurulsun 3 kimi mən xanaların ümumi sayını tapa bilərəm. Bu xana içində 1 də ola bilər, 0 da ola bilər. Yəni, 0 birlərdən təşkil olunur. İndi isə burada 20-ni vuracam 20-yə, yəni ümumi sayı tapacam 400. Daha sonra tilləri bilməliyəm ki, yəni bir dənə nöqtədən neçə til çıxır? Burada 1, 2, 3. Baxıram, buradan bir nöqtədən 3 til çıxır. Ümumilikdə hər nöqtədən baxsaq 3 til çıxır. Ona görə 20 nöqtəni vuracam 3-ə. Bu da eləyəcək 60-dir. Və ümumilikdə sıfırların sayını tapmaq üçün 60 dənə birim varsa 400-dən 60 çıxacam və 340 sıfırı almış olacam. Burada da cavab B variantına düşmüşəm.